Müasir həyat tərzi, bilirsiniz, bizə çox rahatlıq gətirib. Amma bunun bir də bədəli var və bu bədəli çox vaxt kürəyimiz ödəyir. O saatlarla oturduğumuz rahat stul əslində bizim üçün gizli bir təhlükəyə çevrilə bilər. Amma heç narahat olmayın. Bugün biz o təhlükəni dəf etməyin yollarını, yəni kürəyinizi necə qoruya biləcəyinizi göstərəcəyik. Yəqin ki, bu sual sizə çox tanış gəlir, elə deyilmi? İş gününün sonunda hiss etdiyiniz o sızıldayan, yorğun ağrı. Sanki artıq həyatımızın normal bir hissəsinə çevrilib. Amma sizə bir şey deyim, bu heç də normal deyil. Və ən əsası odur ki, bu sizin taleyiniz olmaq məcburiyyətində deyil. Həll yolu isə, inanın, düşündüyünüzdən qat-qat sadədir. Gəlin ilk olaraq masa arxası dilemmasına baxaq. Bu sadəcə bir narahatlıq deyil, bu müasir həyat tərzimizin birbaşa nəticəsidir. Gəlin görək, bu dilemmanın kökündə əslində nələr gizlənir? İndi isə keçək əsas məsələyə. Yaxşı, bəs kürəyimiz niyə ağrıyor? Problemi bilirik, amma səbəbləri nədir? Gəlin bu ağrının arxasındakı 3 əsas şübhəlini üzə çıxaraq. Görək bunlardan hansı sizə daha çox tanış gələcək? Və budur, 3 əsas səbəbkarımız. Birincisi, işləyərkən o stulda əyilərək oturmaq. Bu onurğanıza sanki əlavə bir yük yüklür. İkincisi, hərəkətsizlik. Bu vəziyyət kürəyi dəstəkləyən əzələləri tənbəlləşdirir, sanki onları yuxuya verir. Və üçüncüsü, stres. Fikir vermisinizlə, stresli olanda çiyinləriniz qeyri-ixtiyari yuxarı qalxır. Bax, o gərginlik birbaşa əzələlərinizi daşa döndərir. Bu üçü bir araya gələndə o bitmək bilməyən ağrı təəssüf ki, qaçılmaz olur. İndi isə gəldi yaxşı xəbərlərə. Bəli, bu vəziyyətlə mübarizə aparmaq mümkündür, həm də necə? Cəmi 3 sadə, amma həqiqətən də çox təsirli hərəkətlə ağrılara əlvida deyə bilərsiniz. Bax, bu sizin şəxsi sağlamlıq planınız olacaq. İlk hərəkətimiz onurğanıza bir növ təşəkkür etmək kimidir. Kürək dartılması. Buradakı məqsəd, gün boyu bir-birinə sıxılmış fəqərələri yavaş-yavaş aralamaq, onlara sanki nəfəs almaq üçün biraz yer açmaqdır. Çox sadə görünsə də, verdiyi o rahatlıq hissi inanılmazdır. Gəlin birlikdə baxaq, necə edilir. Çox sadədir. Döşəmədə oturun, ayaqlarınızı düz qabağa uzadın. Sonra dərin nəfəs verərək yavaş-yavaş irəli əyilin. Əsas məqsəd barmaqlarınıza toxunmaqdır, amma özünüzü məcbur etməyin. Ən vacibi, kürəyinizdə o xoş, yüngül dartınmanı hiss etməkdir. Və baxın, buradakı sehri rəqəm 20-30 saniyədir. Bu sadəcə bir rəqəm deyil. Bu, əzələlərinizin o gərginliyi buraxması üçün lazım olan minimum zamandır. Bu müddətdə dərin nəfəs alıb verməyə çalışın. Görəcəksiniz, dartınmanın təsiri daha da artacaq. İndi isə biraz daha dinamik bir şey edək, onurğamızı sanki rəqsə dəvət edək. İkinci hərəkətimiz pişik inək adlanır. Bu hərəkətlə statik vəziyyətdən çıxıb axıcı bir hərəkətə keçirik. İnanın ki, bu, onurğanızdakı hər bir fəqərəni tək-tək oyatmaq üçün mükəmməl bir yoldur. Deməli, 4 ayaq üstə dayanırsınız, nəfəs alanda belinizi çuxur edirsiniz, yuxarı baxırsınız, bu inək pozasıdır. Nəfəs verəndə isə kürəyinizi maksimum yuxarı qaldırıb yuvarlayırsınız, çənənizi də sinənizə sıxırsınız, bu da olur pişik pozası. Bütün bunların nəfəsinizin ritmi ilə edin. Bu axıcı hərəkəti cəmi 10 dəfə təkrarlamağınız kifayətdir. Bunu onurğanız üçün bir növ yağlanma prosesi kimi düşünün. Hər təkrarda fəqərələrinizin necə daha sərbəst hərəkət etdiyini, o gərginliyin necə azaldığını aydın hiss edəcəksiniz. Və gəldik sonuncu, amma bəlkə də ən güclü hərəkətimizə, plank. Bilirsiniz, bu sadəcə bir hərəkət deyil. Bu, onurğanız üçün təbii daxili bir korset yaratmaqdır. Güclü mərkəz əzələləri, yəni kor əzələləri, onurğanıza elə bir dəstək olur ki, bütün yükü onun üzərindən götürür. Bunu etmək də çox asandır. Sadəcə dirsəkləriniz və ayaq barmaqlarınız üzərində dayanın. Amma diqqət, ən vacib məqam bədəninizi başdan dabanlara qədər dümdüz bir xətt kimi saxlamaqdır. Belinizi nə aşağı sallayın, nə də yuxarı qaldırın. Hədəfimiz yenə də 20-30 saniyədir. İlk dəfələrdə bu sizə bir əbədiyyət kimi gələ bilər, bilirəm, amma dözün. Çünki orada dayandığınız hər saniyə sizin daxili dəstək sisteminizi möhkəmləndirir. Zamanla bu müddətin necə asanlaşdığını görüb özünüzlə fəxr edəcəksiniz. Yaxşı, bu hərəkətlər həqiqətən də möcüzələr yarada bilər, amma yalnız və yalnız düzgün edildikdə. İndi isə gəlin, zədələrdən qaçmaq və faydanı maksimuma çatdırmaq üçün bir neçə qızıl qaydaya nəzər salaq. 3 qızıl qaydamız var. Birincisi, müntəzəmlik. Bu hərəkətləri vərdişə çevirmək şərtdir.
İkincisi, isinmə. Heç vaxt soyuq əzələlərlə məşqə başlamayın. Və üçüncüsü, bəlkə də ən vacibi, bədəninizi dinləməyi öyrənin. O sizə nə vaxt dayanmalı olduğunuzu pıçıldadacaq. Bax bu, heç bir istisnası olmayan ən vacib qaydadır. Dartılma hissi ilə ağrını səhv salmayın. Dartınma xoş bir gərginlikdir, amma ağrı bədəninizin qırmızı işığıdır, yəni dayan siqnalıdır. Bu siqnalı qətiyyən görməzdən gəlməyin. Ən kiçik şübhəniz varsa, mütləq bir mütəxəssislə məsləhətləşin. Və beləliklə gəldik yekuna. Gördüyünüz kimi, sağlam bir kürəyə sahib olmaq üçün saatlarla idman zalında tər tökməyə ehtiyac yoxdur. Hər şey gündəlik atacağınız kiçik, amma davamlı addımlarla başlayır. Unutmayın, rifahınızın, sağlamlığınızın idarəsi sizin öz əlinizdədir. Bu cümlə əslində hər şeyi o qədər gözəl ifadə edir ki, sağlam kürək nə deməkdir? Bu, ağrısız oturmaq, rahatca əyilib uşağınızı qucaqlamaq, işinizə daha yaxşı fokuslanmaq deməkdir. Yəni, bu, bir neçə dəqiqəlik məşq sadəcə bir idman deyil, bu, birbaşa həyat keyfiyyətinizə qoyduğunuz bir sərmayədir. Və sonda sizi bu sualla baş-başa buraxırıq. Gələcəkdəki ağrısız, rahat günləriniz üçün bugün cəmi bir neçə dəqiqənizi ayırmağa hazırsınızmı? Bilin ki, bu, özünüzə verə biləcəyiniz ən dəyərli hədiyyələrdən biridir. Qərarı elə bugün verin.